övladlarınızı başqaları ilə müqayisə etməmək. Elşənin qızı 620 yığdı. Fərro uşaq elə olur. Sən heç nə bacarmırsan, sən fərsizsən filan. Baxın, bizim Allah korusun uşağımıza bir şey olanda, İraq olsun, ayağına daş dəyəndə deyirik, o daş mənim ürəyimə dəyərdi, tək ki sənin ayağına dəyməzdi. Amma sənin bugün ona dediyin söz, bugün ona qarşı etdiyin bu davranış onun qəlbinə o daşdan 10 qat daha pis deyir. O daşın yeri, izi 1 aya, 3 aya sağalırsa, sən o dediyin sözün yeri illərlə, bəlkə də bir ömür sağalmır. Bir UFC döyüşçüsü dünya çempionu, Həbib getdi, Conor otdu, dünya çempionu oldu, Fərro oldu filan. Bunu deyib uşaqlar örnək göstərir. Amma Həbibin oraya gedib çıxması üçün hansı qanı, təri tökdüyünü demirik. Biz Instagramda şəkil paylaşırıq, ancaq qəşəng düşdüyümüz şəkilləri paylaşırıq. Gözü yumulu, ağzı əyri düşdüyümüz şəkilləri paylaşmırıq. Yəni biz sadəcə vitrin tərəfini görürük, amma o vitrinin içərisinə, depoya gəlib o məhsulun çıxmasında hansı əziyyətlərin, hansı tərlərin, hansı qanların axıdıldığını o tərəfin görmürük. Ona görə biz də kənardan, vitrindən gördüyümüz şeylər üçün, görüntülər üçün biz bilmirik o Elşən uşağı üçün nə qədər zülm çəkib, nə qədər əziyyətlər çəkib. Evin için bilmirsən, ona görə uşaqlarınızdan belə müqayisələr etməyin. Biz bilmirik qarşıda bizi nə gözləyir, nələr gözləyir, nələr baş verəcək. Bəlkə də 300-400 bal yığıb qəbul olmuş bir uşaq 6-7 ildən sonra elə qəşəng iş quracaq ki, sənin içində, sənin də canın qutaracaq, Opel'dən canını qutaracaq. Bir dənə 2014-ün Prado sahib gətirəcək, dedi, ala sür, get rayona, götür arvada, fırran, nədir, kənd, kəsək, rayon, gəz özün üçün kef elə. Onda ayağını padnoşkaya, Rusca deyəcəm, qoyub, ayaq altı belə qoyub, qalxanda deyəsən ki, oğul deyə, oğul qarını belə qabağa verib, oturub sürəcəksən, puldan atacaq kartına, onda deyəsən ki, özümü oxşub. Bilirsiniz, dediyim kimi, biz o vaxt belə, bəlkə də o uşaqlar o sözü unutmayacaqlar, amma yenə deyirəm, bunlar uşaqların psixologiyasına olduqca çox təsir edir.